Deməli, alkadenlər. Düzdür? Hə? Alkadenlər. Biz bundan qabaq öyrənmişik nə? Alkan, sikloalkan, alken, alkaden. Alkanların ümumi formulu necədir uşaqlar? C H2n plus 2. Hə? En böyük bərabər neçədən? 1. Sonra sikloalkan öyrəndik. Onda necə idi? C H2n en böyük bərabərdir 3-dən. Sonra alken öyrəndik. O da C H2n en böyük bərabərdir 2-dən. Bugün də öyrənirik alkaden C H2n minus 2 en böyük bərabərdir 3-dən. Niyə 3-dən? Deyəcəm. Alkadenlərin əsas mühüm xüsusiyyəti onlarda 2 dənə, 2 qat rabitənin olmasıdır. Bax, alkenda necə idi vəziyyət? Alkenda. N. Bu nədir bəs? Alka, D, bilirsizdə nədir? D2-dir. Yəni 2 dənə 2 qat rabitəsi var da, belə yadda saxlaya bilərsən. Bu alkandır, elə. Bu da nədir? Siklo, alkan. Alkan birinci nümayəndəsi nə idi uşaqlar? CH4. İkinci nümayəndəsi. C2H necə? 6. Üçüncü nümayəndə. C3H necə? 8. Görəsən bunların birinci nümayəndəsi nədir bəs yaxşı? Bu yazıda da sikloalkanlar 3-dən başlayır da. C3 necə? H8 olmaz. H6 olar. Çünki nə yaranır burada? Sikl yaranırdı da. Bəs alkenlərdə necə idi? C2, H4. Bunlarda da bir dənə 2 qat nə vardı? Rabitə vardı, elə? Bunun bəs birinci nümayəndəsi nə olacaq sizcə? 2 dənə nəyi olmalıdır bunu? 2 dənə 2 qat rabitəsi olmalıdır. 2 dənə 2 qat rabitəsi olmalıdır. Yəni C3 nə? H4. İkinci nümayəndə nə olacaq? C4H necə? 6. Bəs üçüncü nümayəndə nə olacaq? C5H necə? 8. Fikir versən bunlarda da fərq yenə CH2-dir. Yəni metilen qrupu qədər fərq eləyir. O homoloji fərqdir də. Nədir? Yəni bütün siniflərdə belədir. Əgər bir homoloji sıra yaranırsa, mütləq homoloji fərqdə CH2-dir, yəni metilendir. Metilen demək hibrid orbitalının sayısından artır deməkdir. 4 dənə. Qeyri-hibrid 2 dənə. Rabitə sayı 3 dənə. Kütlə 14 vahid. Bilirsiniz də bunları? Düzdür? Anladım. İndi sırf keçək bunlardan danışaq da. Bunların ilk nümayəndəsi uşaqlar propadiendir. Nədir? Propadiyen. 3 karbonlu. Çünki minimum gəlir 3 dənə karbonun ola ki, neynəyəsən? Minimum 3 dənə karbon olmalıdır ki, sən 2 dənə 2 qat rabitəni yerləşdirə biləsən. Ona görə ilk nümayəndə budur. C3H neçə? 5 yox. C4, H4. 3 dənə 2 qat rabitəni qoyduq. İndi təbii ki, bu 2 qat rabitənin karbonların hibrid vəziyyəti də təşkilatdan fərqlənir də. Məsələn, propadiyəndə bu sp2-dir, bu sp-dir, bu da nədir? sp2. Bunun səbəbi keçən dərsdə söyləmişdim də niyə? Çünki pi rabitəsi ortaya nə qoyurlar bunlar? P buludları qoyurlar da, elədir? Bu da ki, mərkəzdəki karbon S-dən P buludunu qoyur. Karbon həyəcanlandı nə olurdu? 2s1, 2p necə? 3. Elədir? S-də 1 orbital, P-dən 3 elektron. Elədir? S orbitalı, bunlar da P-dir də. İndi bu nəsdən P qoyub, bu söhbət mərkəzdəkindən gedir. Nəsdən P qoyub ortaya pi rabitə üçün? İkisini yox edin, ikisini sayma. O zaman bu nə olacaq? Bir dənəsi, 3 dənə P var, ikisi getdi də. Nəsəsi qalıb? Bir P qalıb, bir dənə S-dən. Ona görə mərkəzi, həmin 2 dənə 2 qat rabitəsi olan karbon nədir? SP-dir. Səbəbini başa düşdün, Nilda? Dəniz? Anladım. Keçək bunların adlandırılmasına. Deməli, uşaqlar, bunları beynəlxalq üsulla adlandıranda, beynəlxalq üsulla adlandıranda. Eyni ilə alkenlər kimidir. Eynilər kimidir? Məsələn, alkandakı anı götür, yerinə diyen qoy. Nə qoy? Bir də ki, 2 qat rabitələrin yerini nə eləməlisən? Mütləq şəkildə göstərməlisən də. Tutaq ki, deyə belə bir şeyim var sənin. Biraz uzun uzadı seçək. Belə bir alkadenin var deyək. Aydındır. Bunu adlandırmaq lazımdır. Uzun zəncir seçirsən. Belə baxanda bir dənə belə. Bunu bir dənə belə qoyuram. Biraz uzadıram. 1, 2, 3, 4, 5, 6, 7 var ha. Amma belə baxanda neçədir? 1, 2, 3, 4, 5, 6. Mən bu 6-nı seçəcəm, 7-ni yox. Çünki 2 qat rabitələr gərək mənim seçdiyim zəncirin içində olar. 2 qat rabitələr nə olar? Seçdiyim zəncirin nəyində olar? Əgər mən belə gəlsəydim, geçsəydim, bu 2 qat rabitə kənarda qalmış olacaqdır. Harada qalmış olacaqdır? Elə seçməlisən ki, zənciri 2 qat rabitə içində olsun, ikisi də. İndi sağdan mı nömrəliysən, soldan mı nömrəliysən? Xeyr, 2 qat rabitə yaxın olan tərəfdən.
Burada birinci yok, ikinciden iki yazardı. Burada ise birinciden. Eğer iki tarafta da eyni olsaydı, onda şahaya bakardım. Eğer mesela ikisi de böyle olsaydı, bu da bu böyle. İkisinde de ikincide olsaydı, onda şahaya bakardım ki, hava şahaya yaxın. Ama mövcud vəziyyətdə şahaya baxmaya ehtiyac yoxdur. Əllərini aç. Əllərini aç. Ayət. Buradan başlayasın nömrələmə. 1, 2, 3, 4, 5, 6. Bu indi başlayaq bunun adını demək. Kiçik radikallar neçədir? 3-də, 5-də, 3-də. 3-də neçə metil var? 5-də? 3, 5, neçə metil? 3 metil. Ha? 4-dəki hansı radikaldır? Propil yoxsa izopropil? Propil, izo deyil. Şaxəsizdir. 4, propil. Uzun zəncir neçə karbonludur? Heksan deməyəcək, heksan. Heksa deyil. Mütləq iki qat rabitənin yerini deməlisən. 1 ilə 2-nin arasındadırsa 1 deyirsən, 4 ilə 5-in arasındadırsa 4 deyirsən. Və fikir verirsən mi? Rəqəmlə rəqəm arasında bir şey vergül qoyuram, rəqəmlə hərf arasında isə T qoyuram, defis qoyuram. Yəni bunu yadınızda saxlayın, düzgün yazış forması budur. Birdən asıl sualda, situasiyada sən adı istəyən, adı yazında bu şəkildə yazın, görürsünüz? Ədədlə hərf arasında defis, ədədlə arasında vergül. Başa düşdünüzmü tam bunu necə adlandıracaq? Əla. Burada bir neçəsinin adı var, elə bizə bunlar lazım olacaq, çoxu lazım olmayacaq. Biri məsələn budur, butadiyen. Butadiyen 1,3. Nədir bu? Butadiyen 1,3. Tarixi adı nədir? Divinil. Biz keçən dərs vinil radikalı öyrənmişdik. Etilenden bir hidrojen qopanda alınan radikala nə deyirdilər? Vinil radikalı. Divinil yəni iki dənə vinil bir-birinə birləşir də sanki. Bu tarixi adıdır bunun. Necə adıdır? Amma belə beynəlxalq adı butadiyen 1,3'dür. Gələk buna. Nömrələmək, bax burada sən deyəndir, bax. İki tərəfdən də birinci karbonda nə var? Birinci karbonda iki qat rabitə var. O zaman şaxaya baxacaqsan. Şaxa sola mı yaxındır, sağa mı yaxındır? O zaman sola nömrələr 1, 2, 3, 4. Olacaq 2 metil butadiyen 1,3. Bir də bunun tarixi adı nədir? İzopren. Nədir bu? İzopren. Aydındır? İzopren. Bu ikisini bilsəz mənə belə yox, belə bəsimdir. Alka deyəndə 3 qat rabitə, bu 2 qat rabitələrin yerinə görə bunların 3 növü ayırt edilir. Neçə növü? 3 növü. Neçə növü ayırt edilir? 3 növü. Var konjuga olunmuş alkadiyen, var izole olunmuş alkadiyen, bir də var kumule olmuş alkadiyen. Konjuga olunmuş alkadiyende 2 qat rabitəli karbonlar arasında bir dənə təşkilat rabitə olur. Nə olur? Elə bir ki, bax bu 2 qat rabitəli karbon, bu da 2 qat rabitəli karbon, araya bir təşkilat qoyub qarşıyız. Yəni bir sözlə konjuganın da bir struktur hissəsi budur. Sonra bölünə başda nə qədər karbon var yazarsan. Amma bu vəziyyət mütləq olmalıdır. Konjuga budur. Sən görmürsən ha orada? Görürüm. Prosta qabağımda. Sən uzunsan. Bəlkə yerinizi dəyişəsiniz. Sən görməklə bağlı problem var. Arkada otursam görmüyorum. Yaxşı, yox. Biraz səbir, biraz sağa otur. Yox, keçmə, görməyəsən. Biraz sola otur, biraz sola otur, o görsün. Hə, gör. Görsən. Sən də eynəyi taxırsan ha? Tamam, eynəyi. Mütləq eynəyi. Deməli, belə uşaqlar. Bu vəziyyətdə bütün karbonlar nədir? 2 qat rabitəli. Eləmi? Bütün karbonlar 2 qat rabitəli olduğu üçün 2 qat rabitəli karbonlar hansı birləşməndə olurdu? sp2, 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 sp2. İndi təzədən buna bir karbon da birləşdirsə, o sp3 olur. Buradan biri birləşdirsə nə olar? sp3. Buna buradan biri birləşdirsə nə olar? sp3. Amma bu strukturda olan bütün karbonlar nədir? Bu quruluşda olan bütün karbonlar sp3. Bu hala deyirlər nə deyirlər? Konjuga olunmuş. Nə deyirlər? Nə deyirlər buna? Konjuga olunmuş. İzole nədir? İzolyasiya bizdə nədir? Ayrılmış, ayırmaq. İzolyasiya demək yəni ayırmaq. Buna da ayrılmış deyirlər. İzole yəni ayrılmış. O zaman 2 qat rabitəli karbonların arasında minimum 2 dənə təşkilat rabitə olur. Minimum nə olur? Yəni bir-birinə uzaqlar. 3 də olar, 5 də olar ha. Amma uzaqlar da bir-birinə. İzolədə də karbonların hamısı sp2-dir. Yəni 2 qat rabitəlilər. Heç bu ortadakı nədir? Bu ortadakı sp3-dür heç. Bu nədir? sp2, sp2. İndi kənardan sağdan soldan nə birləşsə sp3 olacaq birləşməli. Bu hal hansı haldır? İzole olmuş alka. Bir də var kumule. Kumule olmuş alka deyəndə 2 qat rabitələr eyni karbonda olur. Nədə olur? Eyni karbonda olur. Yəni 2 qat rabitələr ikisini eyni karbona qoy. Təbii ki, sağdan soldan birləşdir. Burada nə qədər buna birləşdirəməzsən. Sən buna birləşdirə bilərsən, buna birləşdirə bilərsən. Bu işi sp olacaq. Nə olacaq? sp. Bu sp2, bu da sp2. Qalanları nə deməz? Budur. Bunların hamısı sp3'dür. Deməli, izole ilə konjugada 2 qat rabitəli karbonlar sp2'dir. Amma bir dənə kumulədə 2 qat rabitənin ikisi də olan karbon sp-dir.
Qalan 2 karbonsa sp3. Yəni kumulənin struktur vahidi bu 3 dənə karbondur. Kumulyatsa deməli 3 dənə karbon minimum olmalıdır kumulya olsun deyə. Amma izolə ilə konjugada 4 dənə minimum olmalıdır, izolədə isə 5 dənə minimum olmalıdır. Anladın? 5 dənə olmasa izolədən söhbət gedə bilməz. 4 dənə olmasa konjugadan söhbət gedə bilməz. Amma 3 dənə belə olsa biz kumulyadan danışa bilirik. Məntiqini başa düşdünüzmü necə yanaşdırılması? Hə. Super. Deməli bu da bunu keçəydik izomerliyinə. Nə ilə keçirik? İzomerli. Bunlarda izomerliyin bir neçə növü var. Biri elə vəziyyət izomerliyidir. Nə izomerliyidir? Vəziyyət izomerliyi iki qat rabitənin yerinə görədir. Nəyinə görə? Buranı görürsünüz də hamınız. Görürsünüz buranı. Bax, burada birinci də ikinci də butadiyendir uşaqlar. Bu butadiyen 1, 3'dür, bu butadiyen 1, 2'dir. Bu konjuga olunmuşdur, bu isə kumule olunmuş alkadiyendir. Aydındır? Burada iki qat rabitənin yeri dəyişdi. Nə şaxa yox, nə bir şey yox. Fikir verdinizmi? Sadəcə iki qat rabitənin yeri nə oldu? Dəyişdi. Deməli, bunlarda vəziyyət izomerliyi var və neçənci nümayəndən başlayır? 4. 4'dür. İkinci nümayəndə deyil bəyəm. İkinci nümayəndə daxil. Elə deyil. Gəldik indi quruluş izomerliyinə. Quruluş bilirsiniz də nəyə görədir? Şaxələnməyə görə. Nəyə görə? Siz butadiyeni şaxələndirə bilməzsiniz ay uşaqlar. Butadiyeni eləyənməzsiniz, şaxələndirənməzsiniz. Tutaq ki, bunu buradan qopartdın. Bunu birləşdirmənəm mərkəzdə, çünki 4 rabitəsi var. Bu başa qoyacaq, zaten eyni şey olacaq. Anladın? Deməli, quruluş izomerliyi neçənci nümayəndən başlayır? 3-cü nümayəndən, yəni 5 karbonludan. Bu pentadiyen 1,3'dür, bu isə 2 metil butadiyen 1,3'dür. Bunlar ikisinin də formulu C5H8'dir, hər ikisi. Hər ikisi. Bunlar bir-birinə izomerlidir, quruluş. Şaxələnməyə görə olanda nə olurdu? Quruluş izomerliyi. Nə olurdu? Quruluş. Yaxşı, sizə sual verim. Bunlarda fəza izomerliyi ola bilər, yoxsa ola bilməz? Birinci bu siniflər arası izomerliyi deyim, sonra fəzanı da deyəcəm. Buraya yazmamışam, o zaman ola bilər. Deməli, şu olur, alkadiyenlər alkinlər sinfi ilə siniflər arası izomerlidir. Çünki hər ikisinin formulu Cl H2n-2'dir. Fərq nədir? Alkadiyenda 2 dənə 2 qat rabitə olur, amma alkində bir dənə 3 qat rabitə olur. Fərq budur. Aydındır? Sənə mən tutaq ki, formulu verirəm. C4H6. Sən bilməzsən, söhbət butadiyendən gedir, yoxsa butindən gedir. Gələcək orada xüsusi bir halda vəziyyətdə sənə bildirək ki, bu alkindir, yoxsa alkadiyendir. Nəsə bir ipucu verə sənə, ondan tutasan söhbəti. Aydındır? Başa düşdünüz? Çünki ikisinin də formulu C4H6'dır. Butin də C4H6'dır, butadiyenda. Sadəcə butində bir dənə 3 qat rabitə var, amma butadiyenda 2 dənə 2 qat rabitə var. Fərq budur. Təbii ki, bu fərq onların xassələrində də təsir edir, o öz yerində. Aydındır? Aydındır ayısın. Başa düşdün bura qədər. İndi yaxşı, fəza izomerliyi, həndəsi də cis trans vəziyyət. Bunlarda ola bilər, ola bilməz. Əlbəttə ola bilər. 2 qat rabitə var, var. 2 qat rabitəni karbona baxacaqsan da. Nə edəcəksən? 2 qat rabitəni karbona baxacaqsan. Əgər olarsa olur. Bir baxaq. Məsələn, baxaq buna. Məsələn, nəyə baxaq? Bu nədir? 2, 4, 5, 6. 6 karbonludur. Söhbət C6H ondan gedir. Görəsən bunun cis trans, yəni fəza izomeri var, yoxsa yoxdur? Gəl baxaq. Birinci bu 2 qat rabitəli karbona baxacaq buna. Baxaq buna. 2 qat rabitəli karbonları çıxarıram. Bu karbon neçə hidrojeni var? Alınmadı. Eyni olduğu üçün bu söhbət ləğv oldu. Keçəydik buna baxaq. Bu hissəyə baxaq. Çıxarıram bu karbonu. 2 qat rabitəli. Bu karbon bir dənə nəyi var? Hidrojeni yazın. Bir dənə nəyi var? Belə bir qarışıq radikalı var da, hə? Belədir? Belə bir qarışıq bir şeydir, değil mi? Düzdürmü? Belə bir C3, H neçədir bu? H5 deyə bir şey var, hə? Bir bütün üçün baxırsan da bunu. Buna nə üçün baxırsan? Bir bütün üçün baxırsan. Bu C3, H neçədir? H5. Keçəm sağa, hidrojeni var, var. Bir dənə CH3 var, var. Uşaqlar, bu karbonda 2 müxtəlif şey var. Bunda da 2 müxtəlif şey var. O zaman bunu cis trans, yəni fəza izomeri baracaq. Bu vəziyyət cis vəziyyətdir. Əgər CH4H-ın yeri dəyişsə, olacaq trans vəziyyət. Anladınız? Yəni başa düşdünmü bu? 2 qat rabitəli karbon. Sadəcə 2 dənə idi, 2 yerə baxdığında, sol tərəfə baxanda alınmırdı, sağ tərəfə baxanda alındı. Şimdi bir də optik izomerli olar. Yəni optik izomerli ümumi deyəcəm sizə. Opşi deyəcəm. Yaxşı? Optik izomerli haqqında ümumi danışacağım sizinlə. Oldu? Çünki onun sinifə dəxli yoxdur. Karbonun bir halı var, asimetrik karbon. O asimetrik karbon hansı sinifin nümayəndəsində varsa optik izomerlik ola bilər. Polarizasiya müstəvisi biri sağa əyir, biri sola əyir.
İndi o biraz fizikaya gedir. Önəmlidir. Əsas odur ki, biləsiniz ki, optik izomerlik nədir? Deyəcəm sizə, ümumi deyəcəm. Yəni bir dənə bunlara aid deyil də, bütün siniflərin ola bilər. Baxır da indi, asimetrik karbonu varsa, istənilən bir sinif nümayəndə, asimetrik karbonu varsa, deməli optik izomerlik də ola bilər. Bir də ki, deyim də, asimetrik karbon nədir? Əgər karbona birləşən bu 4 dənə birləşmə olur da karbon, istənilən halda 4 dənə nöqtəsi olmalıdır da karbon. Bu 4-ü də fərqli şey olsa, məsələn bir yumrusu olsa, bir dənə kvadratı olsa, bir ulduzu olsa, bu belə bir şeylər. 4-ü də fərqli olsa, bu karbon asimetrik karbondur. Bu karbona sahib olan kimyəvi birləşmə maddə də optik izomerliyi var həmin maddənin. Deyirsiniz, məsələn, necə ola bilər ki, belə bir şey olsun? Göstərim də. Məsələn, bura bir hidrogen qoyuram. Bura bir CH3 qoyuram. Məsələn, bura bir CH2 kvadratda CH2 qoyuram. Burada bir dənə məsələn nə qoyuram? Burada C2H5, burada izopropil qoyuram. CH3, CH3, izopropil qoyuram. Bu ayrıdır, bu ayrıdır, bu ayrıdır, bu da ayrı şeydir. Yəni bu karbonun 4 qolunda, 4-ündə də fərqli radikal var, eləmi? Hə? Fərqli hissə var. Düzdürmü? Hissəcik var. O zaman bu karbon asimetrik karbondur. Bu maddənin də optik izomeri var. Yəni ki, bunun bir dənə belə güzgü əksi var sanki. Anladınız mı? Başa düşdünüz? Oldu? Hidrogenə elə birləşibilir, yəni hidrogen tərkibində. Zaten elədir, biz sadəcə bunun bölünə yazırıq. Həmçin rahat olsun diye. Hadi zaten hidrogenin bu raddəsi yoxdur belə. Ürəyim istəyir, buraya yazmaram, buraya yazmaram. Nə fərqi var ki? İçi yanı deməli, hidrogenin raddəsi var da, rahat olsun diye. Uzanmasın diye. Deməli, bunların da nəyi ola bilər? Optik izomerliyi nə edə bilər? Ola bilər. Gəldik alınmasına. Uşaqlar, bunların alınmasının bir neçə üsulu var. Biri budur ki, alkanları dehidrogenləşdirirlər. 2 mol hidrogen itirsə alkan nəyə çevrilə bilər? Alkadiyena çevrilə bilər. Alkinə də çevrilə bilərmi? Əlbəttə çevrilə bilər. Sadəcə baxın, hansı katalizatına təsir edirsən, hansı şəraitdə varsan reaksiyanı. Aydındır? Deməli, alkandan, yəni CnH2n plus 2-dən temperatur katalizator vasitəsilə CnH2n minus 2 alarsan plus 2 molda hidrogen çıxar. Oldu mu? Nə verər sənə? Alkadiyen. Nə verər? Alkadiyen. Bir də məşhur üsul da var. O məşhur üsul Lebedev reaksiyasıdır. Nə reaksiyasıdır? Lebedev reaksiyası. Bu Lebedev adlanan kimi deyim, kişidir də adı Lebedev. Nəsə, Ruslar bizə belə öyrədib Lebedevdir. Yəni bilmirəm bunun adı nədir, başqa dünyada nədir deyirlər, burada nə reaksiyası deyirlər. Bu etil spiritinin 425 dərəcə temperaturu, yəni 450 arası temperatur deyək də. Sink oksid və alüminyum oksidin katalitik iştirakı ilə həm dehidrogenləşməsi, həm də dehidratlaşması. Yəni 2 mol spirit həm hidrogeni itirir, həm də nə itiribdir? Su itiribdir. 1 mol hidrogen 2 mol su itirir, çevrilir butadiyen 1,3-ə. Nəyə çevrilir? Divinil verir bizə. Divinili bu üsuldan almaq olar. Bax, etil spiritidir, 425 dərəcə temperatur, sink oksid, alüminyum oksidin katalitik iştirakı çevrilir nəyə? Butadiyen 1,3-ə, hidrogenə və suya. Aydındır? Başa düşdünüz? Aldı mı butadiyen? Aldı. Fizik hadisələrine gəldikdə, bunlar da 4-ə qədər qazdılar. Yəni propadiyen ilə butadiyen qazdır. Bu izopren, yəni pentadiyen isə uçucu mayedir. Elə bu üçünü bilsəz, belə yox, belə bəsindir. Bu da alkanlar, çikoalkanlar, alkenlər kimi emer artdıqca qaynama temperaturu, ərimə temperaturu artır, sıxlıq artır. Sonra bunlarda da suda həll olma söhbəti yoxdur. Demək olar, həll olunurlar. İçli mayədə yüngül ola bilər, sonraki ümumiyyətlə həll olunurlar. Bunlarda da emer artdıqca izomer sayı da artacaq. Bir var 10 karbonlu müxtəlif vəziyyətlərə salarsan, bir var 25 karbonlu. Təbii ki, 25 karbonda daha çox variant çıxır ortaya, təbii ki, izomer sayı daha çox olur. Aydındır. Kimya xassəsinə gəlir. Bunlar da doymamışdır. Bunlar da nədir? İndi sizə sual verirəm. Cn H2n, belə, bura H yazmıram. Bir boşluq qoyuram. 2n minus 2. Bu doymamış bir haldır. Bunu doymuş hala gəlmək üçün gələ belə olar. Cn H deməyim. H deməyim, nə olur olsun. 2n plus 2-yə. Bundan buna doymaq üçün neçə mol hissəcik lazımdır bana? 2 mol. Bu 2 mol istəyən hidrogen götür, istəyən xlor götür, istəyən H xlor götür, istəyən su götür. Fərqi yoxdur. Nə götürsən götür.